Adətən sel gələndə əvvəl kör çöp gətirər. İri qol budaqlı kötüyü selin gür yeri axıdar. Bu insanın üzündəki zəhm və sərt baxışları görənlər kinostudiyada ona yaxınlaşıb salam verməyə belə çəkinirdilər. Söhbət SSR xalq artisti Adil İskəndarovdan gedir. O, 1910-cu il mayın 5-də Gəncədə bəy nəslində dünyaya gəlib. Əsl adı Ədil olsa da, Moskvada təhsil aldığı illərdə ona Adil deyə müraciət etməyə başlayırlar və bu adla tanınır. Cəmi 13 yaşında olarkən Pionerlər evində Qaçaq Kərəm tamaşasını qurur və baş rolu özü canlandırır. Sonra Bakıda teatr texnikumunu əla qiymətlərlə bitirərək Moskvaya yollanır. Təhsilini başa vurduqdan sonra 1936-cı ildə Bakıya qayıdır və Azərbaycan Dram Teatrına baş rejissor, bir müddət sonra isə direktor təyin olunur. Onun rəhbərliyi dövründə Azdrama ən parlaq illərini yaşayırdı. Hətta teatra İskəndarovun teatrı deyirdilər. Azərbaycan teatr sənətinin inkişaf dövrü məhz onun rəhbərliyi illərinə təsadüf edir. Ələsgər Ələkbərovla aralarında inciklik olsa da, Otello və Vaqif kimi ən böyük obrazları yenə də ona həvalə edirdi. Ələsgər Ələkbərov vəfat edəndə isə Adil İskəndarovun göz yaşlarını saxlaya bilmədiyi deyilir. Əmrah, sən hər şeyi öz arşınınla ölçmə. Mən Abbasqulu bəyin qabağından qorxub qaçmıram. Bizim aramızda kişi dostluq olub. Üzdə gəlsək, ya mən gərək onun sözünü yerə salmayam, ya da kəsdiyimiz duz çörəyi ayaqlayam. Haqqı salamımızın da üstündən qələm çəkəm. Bu da mənim üçün çətindir. Abbasqulu bəy ağıllı adamdır. Sonralar Xruşov qərar verir ki, bir adam iki vəzifə daşıya bilməz. Adil İskəndarov ya direktorluğu, ya da rejissorluğu seçməli idi. Heç kimdən əmr almağı sevməyən sənətkar teatrdan uzaqlaşır və bir daha ora ayaq basmır. Mənim havamı çal, heyva gülü. 1966-cı ildən 1974-cü ilə qədər kinostudiyanın direktoru vəzifəsində çalışır. Nəsimi filmindəki Teymurləng obrazına Yusif Vəliyevlə yanaşı özü də namizəd idi. Lakin o, Yusif Vəliyevin rola daha uyğun olduğunu deyərək çəkilməkdən imtina edir. Xırda həşərat, iri həşəratdan qorxur. Qoyun qurtdan. Hüseyn Seyidzadə Dəli Kür filmini çəkərkən Cahandar ağa rolunu ona tapşırır. Hətta filmin müəyyən hissəsi lent alınır. Amma Adil İskəndarov rejissora Ələddin Abbasovu çəkməyi məsləhət görür. Nəticədə film yenidən çəkilir. Siz də burada oxuyursuz bala? Bəli, əmi. Mənim oğlum Şamxal da gərək burada olsun. Onu tanıyırsınız mı? Şamxalı? Əlbəttə, bir yerdə oxuyuruq. Gedəyin göstərim, əmi. Ged onları ki, gedir evə. Evdə bir ad söz verməyib ki? Yox. Onun quruluş verdiyi yeganə film Əhməd Haradadır filmi olub. Babanın, nənənin nəvəsi, böbülübü, güldən əsirlidir nəfəs. Cəmi 39 yaşında xalq artisti adını alır. 1959-cu ildə isə SSR xalq artisti fəxri adına layiq görülür. Ömrünün sonuna qədər 41 il İncəsənət İnstitutunda dərs deyərək yüzlərlə aktyor yetişdirir. Şeydən ki, öz məşhur, bəzəkli sandıqçasını açıb, içindəki əla konyaklara məni qonaq elədi. Bəli, yaxşı. Deyin görək, yer kürəsinin hansı yerində pələng olur? Bəs, sonra? Sonra da idarənizi göyə soracağıq. Niç? Adil İskəndarov uzaq sahillərdə, Romeo mənim qonşumdur, Axırıncı aşırım, Dərviş Parisi partladır, Qanun naminə, Ulduzlar sönmür, Arxadan vurulan zərbə və başqa filmlərdə yadda qalan obrazlar yaradıb. Onun ən məşhur obrazı isə Axırıncı aşırım filmindəki Kərbəlayı İsmail hesab olunur.
1972-ci ildə keçirilən Ümumİttifaq Kino Festivalında Azərbaycanı məhz bu film təmsil edir. Anadan olmayıb. O getdiyim Kərbəla haqqı, onların kökünü kəsərəm. Hələ səbr elə görək. O qalxoz-malxoz oyununun axırı necə qutaracaq? Münsiflər heyəti ən yaxşı kişi rolunu Adil İskəndərova, yoxsa Həsən Məmmədova verməkdə qərarsız qalır. Sonda mükafat iki aktyor arasında bölüşdürülür. Onu ayaqlamaq çox ağırdır. Mənim davam sənlə deyil, təzə hökumətləndi. Üstünüzə silahlı dəstə göndərmək istərdilər Kərbəlayım. Sonra qərara gəldilər ki, dinc yolla həll eləsinlər. Deməli mənə hörmət eləyiblər. Nə qədər ki, yerimdə sakit oturmuşdum, heç kəs məni saymırdı. İtin qurdun ayağına verirdilər, başımdan basırdılar. Elə ki gördülər, yox, ölməmişəm. Dünyanın gediş-gəlişini başa düşürəm. Onda məni hörmətə mindirdilər. Mənə belə hörmət lazım deyil. Qoylab, qoşun göndərsinlər. Bir dəfə Qarabağdan gələn erməni kino işçilərinə sərt irad tutur. Azərbaycan torpağında yaşayırsınız, amma Azərbaycan mətbuatını oxumağa çəkinirsiniz. Azərbaycan çörəyi sizə haram olsun. Bu hadisədən bir il sonra kinostudiyadakı vəzifəsindən uzaqlaşdırılır. Adil İskəndərov Zina xanımla ailə qurmuşdu. Bu evlilikdən Dilarə və Nigar adlı iki qızı dünyaya gəlib. Keçdi o dövran. Atan mənim qapımın nökəri idi. Süfrəmin artığı ilə böyümüsən. Nə xoruzlanırsan, nə tez qudurdun belə. Mən qalxozsuz da keçinərəm. Böyük sənətkar 1978-ci il sentyabrın 18-də vəfat edir. Ölüm səbəbi damarlarında tromb yaranması idi. Maraqlıdır ki, onun dəfn olunduğu gün Leonid Brejnev Bakıya səfərə gəlirdi. Buna görə də sənətkarın dəfni təmtəraqlı yox, sakit şəkildə keçirilir. Adil İskəndərov 2-ci Fəxri Xiyabanda dəfn olunub. Qəmlo, sən hər şeyi öz arşınınla ölçmə. Mən Abbasqulu bəyin qabağından qorxub qaçmıram. Bizim aramızda kişi dostluq olub. Üzdə gəlsək, ya mən gərək onun sözünü yerə salmayam, ya da kəsdiyimiz duz çörəyi ayaqlayam. Haqqı salamımızın da üstündən qələm çəkəm. Bu da mənim üçün çətindir. Abbasqulu bəy ağıllı adamdır. Belə maraqlı videoların davamı üçün kanala abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərhdə yazmağı unutmayın.